Mən Məsumə Hümbətova, Xocalı şəhər sakini. Mən üzümü tutub cənab prezidentimizi, ailə üzvlərini, hörmətli Mehriban xanıma əvvəlcə salamlayıram. Cənab prezidentimizə üzümü tutub xahiş edirəm. Hörmətli Mehriban xanıma xahiş edirəm. Bizim haqq səsimizi eşitsinlər. Bugünə kimi biz 34 ildə heç bir yerdə səs çıxartmamışıq. Bugün də çıxartmaq, başqa cür çıxartmaq fikrimiz yoxdur. Hər zaman devlətimizin, prezidentimizin arxasındayıq, böyründəyik. Şikayətimiz cənab prezident. Hörmətli Mehriban xanım, mən bir əziz qardaşımı, anamı, bacımı, gəlinimizi, üzr istəyirəm hər kəsdən, 7 aylıq hamilə olan gəlinimizi itirmişəm. 1992-ci ildə Xocalı faciəsi zamanı. Xocalı azad olandan sonra Allah sizləri var eləsin. Xocalıya getmək istəmişəm. Xocalı nümayəndəsindən mənə zəng gəldi. İlk dəfə orada tədbir keçiriləndə cənab prezident, siz oraya gedən vaxtı. Bir gün qabaq xəbər gəldi ki, Məsumə xanım, hazır olun, şəhid ailələrindən cənab prezidentimiz görüş keçirəcək, Xocalıya azad olması ilə orada ilk köşk də olacaqdı. Mən də hazır olub sevincimdən özümə yer tapadım. Çox gözlədim. Gecə saat 12-yə qalmış, yenidən mənə zəng gəldi ki, bəs siz gedəsi olmadınız. Mən bununla da razılaşdım. Dedim, bu dəfə olmasın, zərər yoxdur, onsuz da Xocalıya gedəcəyik. Allah var eləsin, devlətimiz azad eləyib Xocalını. Qarabağımız azaddır, şəhidlərimiz azad eləyib. Onların qanı tökülüb ora. Biz də gedək o torpağa qarış-qarış yalayaq, ziyarətimizi eləyək. Mən bugün hələ tapmamışam. Heç bir yerdə dəfn eləyə bilməmişəm. Keçən il Xocalıda, fevralda, Xocalıda gedib özüm, bacım gil köşmüşdü, ora deyin, gedib orada bir ehsan verdim. Ora getməməyimizə Şahmar Yusufov. Bəli, Xocalı rayon icra başçısı. Mən Xocalı rayon icra başçısına dəfələrlə müraciət eləmişim. Hələ o vaxtları elədim. Dedim, biz Xocalıya ha vaxt gedirik. Ta ki, hələ mənə xəbər gəlincən ki, cənab prezidentimiz ora gedəcək. Cənab prezidentimiz birinci səfər göstəriş verdi ki, bəli, hər yanı minası təmizlənilsin. Biz də bildik ki, devlətimiz, hökumətimiz bizim üçün deyir. Dedik, minalar təmizlənsin. Gör, nə qədər riskə getdi ki, cənab prezidentimiz. Özü getdi. İlk dəfə dedi, yəni mən gedim. Bunu hər adam eləyə bilmir. Dedi, ilk dəfə mən gedim, onları da orada qəbul edib. O torpaqlarımız təmizlənib minada. Hərbiçilərimiz azad edib, minadan da təmizləyibdir. Şəhidlərimiz. Mən də Şahmar müəllimlə müraciət elədim ki, biz də gedək ora. O da heç müraciət eləyən kimi deyil, xəbər gəldi ki, gedəsin. Xocalı rayon icra başçısı yəqin ki, ona görə qoymur ki, cənab prezidentimizlə bizim görüşümüzü. Biz Xankəndindən ora gəlmişik. Özü də ilk dəfə bizim görüş şəklində dedi, siz Xankəndindən gəlmişsiniz, Xankəndiyə qaydasınız. Bəli, Xocalı da, Xankəndi azad olanda ilk dəfə Xankəndidən zəng gəlib. Xankəndində əziyyətlə qurduğumuz ilk ata mülkümüz durur, ata yurdumuz durur. Biz də bilirik ki, nene, ora gedir. Amma itkimiz ki, Xocalıda olub. Bu günlər orada cənab prezidentimiz abidə tikdirib şəhidlərimizin adına. Gəlib orada şəhid ailələrini qəbul edir. Onlardan görüş keçirir. Bir bacım Xocalıda yaşayır. Qaynı Canan Fərzəliyev aeroportda işləyir. Can qoyub. Dəfələrlə ailələri oradan keçirib, axırda onu sinəsindən vurmuşdular ermənilər. Başına qiymət qoymuşlar. Aeroportda zor balayanı 2 gün qoymadı. Bir nəfər hər ordu ilə. Allah rəhmət eləsin Əl-Faciyevə. Fərzəliyev Rəfail maşınından raket qurublar. Bunların heç birinin adı çəkilmir. Yalnız Şahmar müəllimin ətrafında kim varsa, özünün yaxın qohumları, özünün yaxın, onlara kim gedib onu tərif verir, nə bilim, nə cürə eləyirsə, biraz yaltaqlıq əlaməti. Bunların qabaqdadır, bunlar prezidentimizlə də görüşür, Mehriban xanımla da görüşür. Onların evlərində görüş də keçirir, o yaltaqlıq eləyənləri. Biz də 34 ildə səs çıxartmamışıq, eləyə bilməmişik deyən o. Çünki mənim atam Yeni Azərbaycan Partiyasının üzvü olub. Bizim bu boyda hadisələrə baxmayaraq, hər zaman prezidentimizi, bunu öllər, Heydar Əliyev cənablarla bəri, inəyənə kimi devlətimizi dəstəkləyirik. Bizim son istəyim mənim budur ki, Şahmar müəllim bizə bildirsin görək, biz Azərbaycan vətəndaşı deyilik. Biz Xocalıda etki verməmişik. Xocalıya nəyə görə bizi icazə verilmir prezidentlə
Prezidentimiz oraya gələndə biz görüşək. Niyə? Mehriban xanımla biz görüşək. Bizim də bəlkə bir dərdimiz var. Bizim də şəhidlərimiz onlar bilməlidir ki, bizim şəhidimiz var. Heç orada onların adı çəkilmir. Mən yenə deyirəm, baba bu oğlanın özü nədən Pərzəliyev Canan polisdə olub. Bacımın yoldaşı, qardaşı döyüşçü olub. O biri qardaşı rəhmətə gedib polisdə işləyib. Rəhmətə gedəndən biraz qabaq Asaf Pərzəliyev. Bizdə deməli bizim nəsildən kim varsa bunlar olmaz. Mən bacım orada çağırıblar ki, analiz verəsiniz, gəlin. Bəs cənab prezidentinlə görüş olacaq. Özə mənə nə dedi? Şahmar müəllim köməkçi mənə dedi ki, Məsmə bacı, eyb yox, sən olmasan da bacını. Dedim, bəli, eyb yoxdur. Birimiz də olsa, cənab prezidentimiz orada açılışı eləyəndə iştirak eləsin ki, bizim də etkimiz var. Dedi ki, nə, bacını yazmışıq. Bacım da deyiblər, gəl analiz ver, analiz verəndə, verməyə gedəndə deyib ki, yox, siz gəlmirsiniz, adınızı çıxartmışıq. Niyə bala, nə üçün, nə səbəbə? Niyə devlətin məcburca xalqı qaldırırsınız ayağa ki, devlətə qarşı çıxsa? Sənin kimsinin mini də olsa, biz devlətə qarşı çıxan deyilik. Biz kasıb adamıq. Biz devlət bizi saxlayır. Zəhmət çəksək də, xadimə işləsək də, biz devlət verdiyi qazançla yaşayırıq. Bizə başa salsın, görək, bizi niyə qəbul eləmirlər? Xocalda cənab prezidentimizlə, Mehriban xanımla görüşmək. Şahmar müəllimə mən dedim ki, bura qəbula gələndə bizi qəbul eləməyə görə. Güya ki, səyyar görüş keçirir. Görüşünə işim getmədi. Müəllimələri yığdı, özü görüş keçirdi. Söhbətdə o deyir ki, devlətə deyir, kimə şikayət eləyəsiniz? Hara eləsəniz, Milli Məclis bizim, prezident aparatı bizim. Prezident aparatı sizin deyil, prezident aparatı devlətindir. Devlətin başında o cürə İlham Əliyev ki, prezident var. Sən kimsən ki, sənin ola prezident aparatı? Maraqlıdır bu işdə. Sən sıravi insana, bu boyda şəhid vermiş adama bu sözü deyəsən. Bugünkü gündə xahiş edirəm, Mehriban xanım, cənab prezident, sizə qurban olun, başınıza dönün. Bizim sümüklərimizin tapılmasına bizə kömək elə. Mən bunu istəyirəm. Heç yerdən heç nə istəmirəm. Evdə ata mülkümü xan kəndinə yazılmışıqsa, yazıblar, sənət göndərlər, qol çəkdirlər, şəklimizi çəkiblər ki, ata yurdumu bəli istəyirəm. Remont elənilsin, ora verilsin, gedək yaşayaq. Bunlar razıyıq. Amma ən birinci, sizə yalvarışım, sizə çığırışım, haqqı bir açığa çıxmasın üçün yalvarıram ki, bizim səsimizi eşitsin, bizim sümüklərimizi tapılmışa verilməsinə kömək edin. Başqa bir şey demirəm. Yalvarıram sizə, balanızın başına dönüm. Sizə qurban olun, sizə bunun üçün yalvarıram mən. Bir bacı kimi, bir qardaşın bahisi kimi, bir bacının bahisi kimi, bir gəlinin bahisi kimi, bir ananın evladı kimi, bir birinci qrup Qarabağlı əlil olan atanın evladı kimi yalvarıram. Bir Azərbaycan xalqının evladı kimi yalvarıram sizə. Mən bundan artıq sizə işlə demirəm. Allah sizləri var eləsin. Ümidimiz sizədir. Bizə köməyinizi kəsməyin bizlərdən.